ki artıq şəhid xəbəri gəlməsin. Heç bir ailəyə bu xəbər verilməsin. Heç bir ailənin gözü yaşlı qalmasın. Təəssüflər olsun ki, 2022-ci ildə qisas əməliyyatında yoldaşım başda olmaqla Zaqatala şəhidi xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçısı şəhid Turan Məhərrəmov və neçə şəhid qardaşlarımız oldu. Yoldaşımdan sonra da dua elədik ki, bir daha bir şəhid xəbəri eşitməyək. Amma yenə təəssüflər olsun ki, 2023-cü ildə lokal antiterror əməliyyatında yenə şəhidlər verdik. Bugün həmin şəhidlərdən biri də Bəxtiyar qardaşımızdır. Allahdan ailəsinə səbr arzulayıram. Düzdür, səbri tapmaq mümkün deyil. Mən yəni o səbri tapa bilməmişəmsə, kiməsə səbr arzulamaq həqiqətən ağır və çətin bir hissdir. Allah qardaşımızın ruhunu şad eləsin. Məkanı zaten cənnətdir. Şəhidlər Allah qatında ən gözəl zirvəyə, ən gözəl yerə malikdirlər. Tək ruhları şad olsun. Allah bizi o dünyada onların qarşısına üzü ağ çıxmağa, onların adına layiq şəkildə yaşayıb onlarla qovuşmağa qismət eləsin. Çox sağ olun.